Sən keçmişdən asılı deyilsən. Amma elə yaşayırsan ki, sanki o keçmişin təkrar olacağını gözləyirsən. Təkrar. Bu əslində sənin günahın deyil. Bizim beynimiz belə qurulub, yəni şuuraltımız belə qurulub ki, sanki eyni şeylər sən xatırladıqca eyni şeyləri təkrar sənə yaşadırsan ki, bu ağrı da olsa, yəni bu onun üçün bildiyi, vərdiş elədiyi bir marşrutdur. Yəni o marşrutla da gedir. Amma sənin əlindədir o marşrutu dəyişmək. Çünki keçmiş onsuz da sən nə qədər onu xatırlasan da sən şuurlu şəkildə dərk edirsən ki, o keçmiş yoxdur. Yəni xatırlasan da, xatırlamasan da dünən qaldı dünəndə. Neynəsən də sən onu nə qaytara bilməzsən, nə dəyişə bilməzsən. Və keçmişdə baş vermiş hadisələrə görə özünü qınasan da, özünə əsəbləşsən də və ya başqalarına əsəbləşsən də, yəni o vaxta görə ən doğru bildiyini eləmisən. O vaxta görə ən doğru olan olub və sən artıq ona bir təcrübə kimi baxmalısan. Bu daha doğru olar. Və eyni gələcəkdən də xəbərsizsən. Ona görə biz deyirik, anı yaşa. Bu nə deməkdir? O deməkdir ki, bugünkü düşüncələrini, duyğularını sən özün kontrol edib, özün seçsən, mən bugün necə olmaq istəyirəm, keçmişə qayıtmadan, köhnə marşrutla getmədən, yeni marşrutu sən özün yarada bilərsən, hansı yolla getmək istədiyini və zamanla bunu təkrar vərdiş halına çevirsən, artıq beynin sənin yeni marşrutuna öyrəşib və həyatın bir də baxacaqsan ki, bir müddət sonra dəyişir. Yəni bu bizim beynimizin funksiyası budur. Sən keçmişə qayıtdıqca bədənin eyni duyğuları yaşayır, eyni hormonları ifraz eləyir və şuuraltın elə bilir ki, sən yenə də oradasan. Həmin yerdə, həmin hadisədə, həmin ağrılı da olsa, bu onun üçün yəni vərdişidir. Yəni ağrılı da olsa, bu onun vərdiş etdiyi bir funksiyadır. Ona görə də yeni marşrutu seçmək və yeni həyatı əldə eləmək sənin öz əlindədir.